Allah Teala buyurur ki, mənəm sizin Rəbbiniz, hamının Rəbbi mənəm, hamının sahibi mənəm, hamının maliki mənəm. Nəticə. Necə mən Allahın maliki, Allah mənim sahibimdirsə, mülkündəyəm Allahın, mənim övladım da Allahın mülkündədir. Mənim həyat yoldaşım da Allahın mülkündədir. Necə mən, Allah mənim Rəbbimdir, mənim həyat yoldaşım da Allahın Rəbbidir. Mənim övladım da Allah onun Rəbbidir. Yaxşı, bizim ailədə ünsiyyətimiz qurulur bir-birimizdən. Valideynlər arasında ailə ən azı 2 nəfərdən başlayır da, 2 nəfərsiz ailə 2 nəfərdən başlayır, daha sonra artır. Bizim aramızda ünsiyyət qurulur. Bu ünsiyyəti mən necə qurmalıyam? Mən həyat yoldaşımla necə rəftar eləməliyəm? Mən övladımla necə rəftar eləməliyəm? Övladımın tərbiyəsində təvhid məsələsinin nə qədər təsiri var? Təsiri budur. Bu mənim yanımda olan uşaq mənim deyil. Mülkiyyət yalnız Allaha məxsusdur. Qalan bütün mülkiyyətlər formaldır. Bu pencək mənimdir, amma formaldır. Etibaridir. Yalnız həqiqi mülkiyyət Allahındır. Mənim uşağım da Allahındır. Həyat yoldaşım da Allahın bəndəsidir. Allah Teala mənə lütf edib, mənə nəzər edib, mərhəmət edib, mənə övlad verib. Əmanət olaraq. Mən Allahın bu balaca bəndəsi ilə onun istədiyi kimi davranmalıyam. Bayaq qeyd etdim Nas surəsində. Qul əuzu bi rabbin nas. Bütün insanların Rəbbi. Deməli, mənim övladım ilə, həyat yoldaşım ilə davranışımın bir qayda qanunu olmalıdır. Mən ürəyim istədiyim kimi övladımla rəftar eləyənmərəm. Onun sahibi Allahdır. Mən deyiləm. Ona ruzi verən Allahdır. Mən deyiləm. Mən vasitəyəm. Allah mənə lütf edib, minnət qoyub mənə, mən səbəb olmuşam, mənim əlimlə ruzisini öz bəndəsinə çatdırsın. Mən olsam da o bəndəyə ruzi çatacaq, mən olmasam da o bəndəyə ruzi çatacaq. Və mənim heç bir haqqım yoxdur ki, övladım böyüyüb başa çatdıqdan sonra hansısa bir məsələdə onu üstələmək üçün mən səni böyüdmüşəm, ruzini mən sənə alıb gətirmişəm. Mən olmasaydım sən böyüməzdin. Bunlar şirk dolu sözlərdir. Mənə ruzi qazanmaq üçün qüdrəti verən şəxs Allahdır. Mənə ruzi qazanmaq üçün ideyanı verən Allahdır. Beyni mənə verən ki, mən ruzi necə qazanım Allahdır. Bu qüdrətdir.